Məğrib namazından sonra oturub Quran oxuyurdum. Yanımda bir kişi əllərini qaldırmış dua edirdi. Onun xuşusu və ağlaması xoşuma gəldi. Həqiqətən, əgər yanındakı biri xuşu ilə dua edirsə, bu səni də təsirləndirir. Onun halı xoşuma gəldi. Amma birdən səsini qaldırdı və məlum oldu ki, Allahdan başqasına dua edir. Bu ağlama, bu xuşu, hamısı Allahdan başqasına yönəlmişdi. Həm də bu, Peyğəmbərin məscidində sallallahu aleyhi və səlləm. O ağlayır, amma Allahdan başqasından istəyir. Elə şeylər istəyir ki, onları yalnız Allahdan istəmək olar. Mən ona yaxınlaşdım. Əvvəl bir neçə giriş sözləri dedim, sonra duanın əhəmiyyətindən danışdım. Dedim ki, dua xuşu ilə ağlayaraq edilərsə, bu qəbul üçün daha böyük ümiddir. İnsan dua edərkən xuşu içində olmalıdır. Daha sonra duanın fəziləti və əhəmiyyəti haqqında bir neçə hədis zikr etdim. Bunlar hamısı onun qəlbinə toxunan şeylər idi. Sonra duanın yalnız Allahın haqqı olduğunu açıqladım. Dua yalnız Allaha edilir. Bununla bağlı çoxlu ayələr gətirdim. Allahdan başqasına dua edənlərdən daha azğın kim ola bilər ki, o qiyamət gününə qədər ona cavab verə bilməsin. Siz ondan başqasına dua etdikləriniz bir qitmirə belə sahib deyillər. De Allahdan başqa məbud saydıqlarınızı çağırın. Onlar bəlanı sizdən nə uzaqlaşdırmağa, nə də onu başqasına yönətməyə qadir deyillər. Onlar göylərdə və yerdə bir zərrə qədər belə mülkə sahib deyillər. Bu ayələri bir-bir oxudum, sonra çoxlu hədislər gətirdim. O kişi dinləyirdi. İnsanlarda xeyir var, amma bəziləri əyrilik və bidətlərə bulaşır. Mən onun anlayıb anlamadığını bilmək istəyirdim. Ona görə ayə və hədisləri sadaladıqdan sonra dayandım və dedim, sənin fikrin nədir? O başını qaldırdı, biraz təəccüblə baxdı və dedi, sən mənə Qurandan ayələr və Peyğəmbərdən hədislər oxuyursan və sonra deyirsən, sənin fikrin nədir? Bu mənə İmam Əş-Şafini xatırlatdı. Bir dəfə ondan bir məsələ soruşublar, o da bir hədislə cavab verib. Soruşan adam deyib, sənin fikrin nədir? İmam Əş-Şafi cavab verib, məni sinagogun qarşısında görmüsənmi? Ya, əlimdə şərab şüşəsi var ki, Rəsulullah sallallahu aleyhi və səlləm buyurdu deyirəm, sən də mənə sənin fikrin nədir deyirsən? O kişi də eyni cür dedi. Sən mənə Allahın və Rəsulunun sallallahu aleyhi və səlləm sözlərini oxuyursan, sonra deyirsən, sənin fikrin nədir? Sonra mən ona dedim, mən səni dua edərkən filan sözləri dediyini eşitdim. Orada Allahdan başqasına dua edirdin. İndi sənin fikrin nədir? Bu sözü bir neçə dəfə təkrar etdim. Bilirsiniz nə dedi? Dedi ki, ya şeyx, mən filan ölkədənəm. Allaha and olsun. Mənim 60 yaşım var, amma heç kim mənə bu sözləri indiyə qədər deməyib. Bəzi insanlar doğrudan da belə mühitdə böyüyürlər. Orada yalnız Allahdan başqasına bağlılığı gücləndirən sözlər eşidirlər. Belə şeylər təəssüf ki, indi də çoxdur. İnternetdə də belə səhnələr var. Qəbir başında edilən əməllər, onların çəkib paylaşdıqları videolar. Bu hal İbn Qayyimin zikr etdiyi şeylərin bənzəridir. Bu hallar çoxdur. Bəziləri xeyir istəyir, amma ona doğru yolu göstərəcək kimsə tapılmır. Ona görə Peyğəmbərimiz sallallahu aleyhi və səlləm səhih hədisdə buyurub, ümmətim üçün ən çox qorxduğum şey azdırıcı imamlardır.